proqramımıza dəvət etdiyimiz ziyalılar da hər zaman çalışırlar ki, bax, onu sizə ötürsünlər. Və biz coşub daşanda bizi sakitləşdirən kimdir? Psixoloqlar. Necəsiz İlhamə xanım, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Gözəl MTV ailəsində hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Türk qardaşlarımızı da salamlayıram. Eləcə də buradakı qardaşlarımızı da. Və mən də bu aralarda çox qürur hissindən, yəni Laçında hava limanının açılması münasibəti ilə bunu gizlədə bilmirəm. Hisslərimdən, emosiyalarımdan, bəli, bunu gizlədə bilmirəm. Çünki mənim orada uşaqlığım qalıb və psixologiyada bir şey var. Uşaqlıq səma kimidir. Biz hara getsək, haraya baxsaq, hər zaman onu görürük, o səmanı görürük. Ona görə də Laçın mənim üçün başqa bir sevgidir. Çox qürur hissi duyuram. Bu arada Ali Baş Komandanımızın rəhbərliyi altında Ətəm qardaşımız kimi qardaşlarımızın sayəsində biz o torpaqlarımıza qovuşmuşuq. Yəni ki, canlı-canlı elə Ətəm bəyin simasında bütün hər birisinə təşəkkür eləyirəm. Allah şəhidlərimizin ruhunu şad eləsin. Yəni qazilərimizə Allah can sağlığı versin. Eyni zamanda da bəli, Qənim müəllim, sizin də xidmətləriniz böyük olmuşdu. Ümumiyyətlə bütün Azərbaycanın, bütün Türk dünyasının. Çünki biz birik, bir yerdəyik və inşallah da hər zaman bir olacağıq. Aynur xanım, mən belə